Bu günlərin biz yenə də hansı haqsızlığa uğramış bir vətəndaşımızı sizlərə təqdim eləmək istəyirəm. O vətəndaş ki, onun haqqı yeyilibdir və adiyyəti olan orqanlar onun haqqını tapdalayıbdılar və istəyirəm özü danışsın. Adınız, soyadınız? Əsədov Abı Əsədoğlu. Əsədov Abı Əsədoğlu. Hansı rayon vətəndaşsınız? Mən Şamaxı rayon vətəndaşıyam. Bəli. Hal-hazırda Aşağı Güzdək qəsəbəsində yaşayıram. Aşağı Güzdəkdə qalırsınız. Qısa olaraq başınıza gələn haqsızlığı deyə bilərsiniz. Buyurun. Abşeron rayon Aşağı Güzdək bələdiyyəsindən 8 sot torpaq almışam. Bəli. Qonşum da 8 sot torpaq alıb. Sənəti var da yəqin ki? Bəli, çıxarışım var. Bəli. Məhkəməyə müraciət eləyiblər ki, o torpaq bizimdir. Bəli. Məhkəmə ekspertizaya verib. Ekspertizaya yoxlayıb ki, bizim torpaqlar ayrı-ayrı sahələrdir. Bəli. Bələdiyyə, yaşayış yerimizdə olan bələdiyyə, kənd soveti, arayış yazıb verib ki, ayrı-ayrı torpaq sahələrdir və həmin torpaq sahələri hərənin özündədir. Yəni bir sözlə sizin adınızda olan torpaq satılıb başqa adama? Etibarnamə əsasında, bələdiyyə sənədi ilə, etibarnamə əsasında qonşum Dostaliyev Şahin Vəfalıoğlu mənim torpağımı satıb. Bəli. Sizin torpağınız və siz də şikayətsiz hal-hazırda? Şikayətçiyəm, bəli. Olunan haqsızlığı demək sizə qarşı haqsızlıq olub, sizin torpağınız satılıbdır etibarnamə əsasında. Bəli. Və hal-hazırda siz şikayətçisiniz. Şikayətçi kimlənsiniz? Şikayətçi Abşeron rayon Sumqayıt ali məhkəmələrdən, məhkəmə hakimlərindən şikayətçiyəm ki, qərəzlə qərar qəbul eləyirlər, qanunsuz hərəkət eləyirlər, yəni verdiyim sənədə baxmırlar. Bələdiyyə əsas satıbdır da sizin sənətiniz torpağınızı? Xeyr, bələdiyyə məndə çıxarışdır. Bəli. Amma Dostaliyev Şahində bələdiyyə sənədidir. Bələdiyyə sənədinə görə ümumiyyətlə o ərizə məhkəmə tərəfindən, qanunla qəbul edilməzdir. Ona görə qəbul edilməzdir ki, bizdə ayrı-ayrı torpaq sahələridir. Onda bələdiyyə sənədidir. Məndə dövlət daşınmaz əmlak reyestrdən keçmiş çıxarışım var. Məhkəmə mənə deyir ki, get hara şikayət eləyirsən elə. Gedib yuxarı distansiyaya şikayət eləyərsən. Ümumiyyətlə, mən bu məsələ haqqında Dövlət Təhlükəsizlik Komitəsinə, Dövlət Prezidentinə müraciət etmişəm. Amma cavab yoxdur. İnşallah, adiyyəti olan orqanlardan xahiş edirik ki, sizin məsələlərin bağlı inşallah tezliyə cavab olsun. Təşəkkürlər, minnətdaram, çox sağ olun.